Ajaxa məğlub olan Qarabağ Eintraxtın öhdəsindən gələ biləcəkmi? Siz inanmayacaqsınız, amma Eintraxt Ajaxdan da bərbad formadadır və bu qeyri-sabitlik Qarabağa qələbə şansı tanıdır. Eintraxt həm Almaniya çempionatında, həm də ki Çempionlar Liqasında ən bərbad müdafiə futbolu nümayiş etdirən komandalardan biridir. Bunun da əsas səbəbi nədən ibarətdir? Çünki Eintraxt hücum etdikdə rəqibi amansız şəkildə pressinqə məruz qoyur və biz bunu Qarabağın nümunəsində də görmüşdük ki, Qarabağın elitar hücum dördlüyü pressinqdən məşğul olursa, o pressinq keçildiyi təqdirdə ortada boşluq yaranırsa, Top Müller bu boşluğu aradan qaldırmaq üçün həm cinah müdafiəçilərini, həm də ki alt nömrələrini yuxarı qaldırır. Nəticədə nə baş verir? Komanda rəqibin zonasında 6 nəfərlə pressinq edir və bu pressinq 2 pasla keçildiyi təqdirdə komandanın arxası say azlığında tutulur, hansı ki özü-özlüyündə absurd bir şeydir. Komandanın xaosunda bir qədər qayda-qanun əmələ gəlməyə başlayır. Bu hücumçu mövqeyini transferlə həll etməyə sayəsində baş verib. Belə ki, hazırda Eintraxt 2-ci Bundesliqada SV07-də forma geyən və 1-ci dövrədə 12 dəfə fərqlənmiş Əbnu Talibi öz heyətinə qatıb. İlk maçında adam uğurlu olub. Borussia Dortmunda qarşı məsələn ekranda gördüyümüz bu qolu vurub. Klassik 9 nömrə qolu əks hücumdan vurulur. Eintraxta qarşı çox rahat bir oyun ssenarisi var. Topu Eintraxta verirsən, Eintraxt məkan olmadı, boşluq olmadığı təqdirdə o topla nə edəcək bilinmir. Çünki komandanın bütün oyunu zaten ya rəqibə yüklənərək amansız pressinq və topu alıb qeyri-mövqeyində rəqibi tutub cəzalandırmaqdır, ya da ki hücum edən rəqibə qarşı əks hücumda rəqibi cəzalandırmağı cəhd etməkdir. Amma bunlar olmadığı təqdirdə Eintraxtın bir növ özünün orta blok modeli yoxdur. Eintraxta qarşı yeganə oyun ssenarisi var ki, onu oynamaq olmaz. Bu da nədən ibarətdir ki, əgər Qarabağ qapıdan qısa paslarla çıxmağa çalışsa, çünki Qarabağın birinci olaraq düşüncəsi nədən ibarətdir ki, rəqib yəni balanslı şəkildə pressinq edəcək və o pressinq cəhdi keçildiyi təqdirdə təzyiqdən çıxmış olacaq komanda. Amma Eintraxtda balanslı pressinq yoxdur. Həmin bu maniakal pressinq zaten komandanın müdafiə futbolundakı eyblərini örtmək üçündür. Məsəl üçün biz sadəcə 2 epizodu göstərmək istəyirik ki, harda Eintraxta qarşı Eintraxtın istədiyi oyunu oynayırsan. Onlardan biri əlbəttə ki, Yunus Akgünün Eintraxtla maçda qolla nəticələnən etdiyi səhvdir. Yenə də burada nominal 10 nömrə və ya cinah vingeri öz qapısına gəlir ki, qısa paslarla çıxıb rəqibi bir növ cəzalandırsın. Analoji epizod Liverpool-la da maçda olur. Düzdür, həmin epizodu Eintraxt golla bitirməsə də yenə də eyni şeylə bitir. Yəni ki, Qarabağın sadəcə olaraq baxın meydanın bu zonasından qısa paslarla deyil, bir qədər orta uzun paslarla çıxması lazımdır ki, və o da yetər ki, Eintraxtı cəzalandıraq. Və siz necə düşünürsünüz? Qarabağ Eintraxtın öhdəsindən gələrək play-offa vəsiqəni təmin edə biləcəkmi bu oyunda?